Hər vaxtınız xeyir əziz izləyicilər. Bir neçə kəlmə də Ağdərənin Bəngli kəndi haqqında. Ağdərənin Bəngli kəndi Qarabağın ən gözəl və qədim yaşayış məntəqələrindən biridir. Bu kənd əsrlər boyu Azərbaycan mədəniyyətinin və kənd həyatının bir hissəsi olub. Təbiəti, dağ havası, bulaqları və səmimi insanları ilə tanınardı. Ağdərənin Bəngli kəndi Qarabağın qədim və mənalı toponimlərindən biridir. Bu torpaq əsrlər boyu Azərbaycan türklərinin yurt yeri, kənd təsərrüfatı və ailə ocaqları ilə tanınır. Bəngli adı bölgənin tarixi coğrafi kimliyini əks etdirir. Bu yerlər daima zəhmət, mərdlik və torpaq sevgisi ilə seçilir. Uzun illər işğal altında qalan Bəngli kəndi kimi yurtlarımız viran qalsa da, xalqımızın yaddaşından silinmədi. Hər daşında, hər cığrında bir tarix, bir həsrət gizlənib. İndi isə o həsrət sona çatdı. Bəngli yenidən dirsəlir. Dövlətimizin apardığı geniş miqyaslı yenidən qurma və bərpa işləri nəticəsində kənd öz əvvəlki simasını bərpa edir. Artıq köçkün ailələrimiz Bəngliyə qayıdışı başlayır. Bu təkcə bir köç deyil, bu doğma torpağa dönüş, köklərə qovuşmaq, tarixlə barışmaq deməkdir. Qədim Bəngli kəndində yenidən həyat başlayır, evlər tikilir, yollar çəkilir, məktəb və mədəniyyət ocaqları bərpa olunur. Bəngli qədim dövrdə dini, tarixi mərkəz olmuş, ibadətgah və yaşayış yeri mənasını daşıyan toponimdir. Bəngli sadəcə bir kənd deyil, bu Azərbaycan xalqının əzminin, dözümünün və qürurunun canlı sübutudur. Hər qayıdan ailə bir ümiddir, hər tikilən ev bir qələbədir. Bitmez onun bidadı hiç, çıkmaz könülden yad hiç, en hoş zamanımdı geden aman aman, dedad aman ay dedad. Yok dünya, dünyada hiç, çıkmaz könülden yad hiç, en hoş zamandı geden, bir an dayan ey sarban, bir an dayan ey sarban. Karvan, o servaymıştı könül servrevanımdı geden, bir dön geri dön. Ay aman aydın, bir dön geri ey nazenin, göz meskenin olsun senin. Sensiz bu sonsuz göylere yahu feganımdı geden, can terk eden de cismini, can terk eden de cismini, insan açar öz hissini. Yoktu sözüm görmüş gözüm, bu xəstə canımdı geden. Sədi sənə layık değil, sədi sənə layık değil, yardan giləyək bir vəfa. Gördüm mən onda çox cəfa, səbri təvanımdı gedən aman ay, aman ay.
Səbrayıl rayonunun Horovlu kəndi illərlə işğal altında qaldı. Evlər dağıdıldı, yollar susdu. Amma bu torpaq sahibsiz değildi. Sahibi uzaqda olsa da ürək həmişə burada idi. Bugün Horovlu yenidən qurulur. 248 hektarlıq kəndsalma layihəsi, 334 yeni ev, yeni məktəb, uşaq bağçası, mədəniyyət evi, tibbi məntəqə, tam su və yol infrastrukturu ilə birlikdə qayıdış başlayır. İlk mərhələdə 1395 nəfərin öz doğma yurduna dönməsi planlaşdırılıb. Sadəcə evlərin tikisi deyil, bu xatirələrin dirçəlişi, ocaqların yenidən yanması, yurdun nəfəs almasıdır. Horovlu torpağına ayaq basan hər kəsin içində bir söz doğulur. Biz geri döndük.